Onda öz hörmət elə. Mən özüm hörmət eləyim. Sən görən belə əyməyə meyillisən, məndə əyləsi çox şey var da, verərəm əyərsən bezə. Verəyim. Ver əyim. Ha? Ver əyim. Nə oldu? Velizara oxşadın? Kimə oxşadım? Velizar kimi səslər çıxardırsan. Yox, sən et. Necə? Oy! Deyirəm ki, Səs Özünə çıxardırsan, hörmət. ha içindən. Pis deyirsən. sən et. Yo, pis deyirsən, bəyəndim sən. Qəşəngsən. Sən mənə bəyəndiyimə nə şübhə? Məndə olan yaraşıq, məndə olan simpati çox adam yoxdur. Nə bax, sənin özünə samleniyon var. Sən də öz həmcinslərinə təmas salan bir insan. Sənin mənə bəyənməyivə nə şübhə? Şübhəm yoxdur qəti şəkildə. Yəni bilirik onu. Sual verirəm, sən əks cinsə meyillisən, yoxsa özünə samleniyon var? Mən ümumiyyətlə heç kimə meyilli deyiləm. Şu anda sən da bir şey olmazsın da Velizarla oynamaqdan bir şey oxşamısan ona. Sən Vəlizarı burada təhqir edən adamsan, amma gün var idi ki, sən Vəlizara tappa tərəflə istəyə atırdın. Velizar böyük figurdur. Gün var idi ki, Vəlizara baxdı ikən sən tappa tərəflə istəyə atırdın. Vəlizar səni yayından atırdı, təzədən yenə qoşulurdun. Qoşulanda da qoşurdu səni üzvə söyürdü, təzədən çıxardırdı səni. Sən həmən insansan. Elə birinin söyüşünə bir versən. Ha? Elə birinin söyüşünə bir versən deyir ki, sən elə birinin qabağında özünü alçaltmağa meyillisən. Alçaq bir insan qabağında necə alçala bilərəm ki mən? Zaten alçaqdır da o. Alçaq adamın qarşısına alçalmaq olur. 100 dəfə, 100 dəfə, 150 dəfə, 2000 dəfə istəyə atırdı. Açı. Özün Velizarla oynamaq üçün yalvarırsan az qala ona. Burada yazılır. Qardaş, mən heç kimi söymürəm. Mənim chatində kiməsə qarşı söyüş yazmayın. Mən ailəmdən elə bir tərbiyə görməmişəm ki, canlıda kiməsə qarşı etikadan kənar sözdən Sən istifadə kişi edeyim. oğlusan. Sən kişisən, kişi oğlusan. Sən onlar kimi deyilsən. Əlbəttə ki. Halaldır sən. Davay birini də oynayalım. Sən kişisən. Qaqa bununla niyə oynayırsan? O oğlan da oynayıram. En azından ədəblidir. Soyuş söymür. Velizar kimi zat kimi deyir də o. Nə bilim onlar. Allah kəssin onların kökü. 72 özünüz olarsınız. Nə edim ne burada? Nə dedim ki? İso ilə sənin aranda olan problem nədir? Maraqlanmaq olar. İso eyni cinsə meyilli adamdır. Mən onunla danışmam. İso sən SS-lərdə paylaşıb baxı, sən oğlanla danışıqlar. Bəyəm, İso əskərdən yarımçı qaydan oğlandır. Ondan danışmam. Necə? Deyirəm ki, adım yazılıb, adım rəvanda aidiyə xitab eləmə. Ay dedim. Meksika təşəkkür. Ayıb yox, keçmiş olar. Keçmiş olar. Bəbğən sən İsoya ravın oğlansan. Mən heç bir kəsə ravın oğlan deyiləm. Ha? Deyirəm ki, mən heç bir kəsə Sən də ravın üçün üstündə oğlan qalıb, yaqdan ağıllayırsan. Bu çıxart içindəkin, rahat danışaq. İçindəkin çıxart sən, özünə işgəncə vermə. Ayaqlan deyib belə olar. Mənə qarşı. Açı, normal oğlan heç bir səbəb olmadan, xəstəlik olmadan əskərdən yarımçı qayıdıb gəlmir. Bu İso necə gəlib, necə gəlib bir Allah bilir. Nə tema işlədib, nə eləyib. Mən deyirəm başım ağrıyır, bu deyir götürüb qaşı. Ay mən başqa şey deyirəm, sən başqa şey deyirsən. De görəydin sən də. Sözümün Mustafasıdır. Bayaq deyirdin ki, qeyrətli oğlansan. İndi mənə qarşı niyə etikadan kənar sözlərdən istifadə edirsən? Mən sənə deyirəm ki, Mənə deyirsən içində qalıb oh edirsən. Ayıb deyil. düz deyirəm də ayıbdır. Kütlə qarşısındasan. Meymun səslər çıxarırsan. Ayıbdır axı bizə qızlar baxır, xanımlar baxır. Mənə dedin köynəyi Ən çıxarmısan. azından kart qoyub dilənmirəm də. Ay, kart qoymaq problem deyil. Prosta Velizarla oynayırsan, nə bilim, ona ravın olmağa çalışırsan. Problem bax odur. Mən ona ravın olmağa çalışmıram. Mən insanları yamsılamağı bacarıram. İnsan mən. Gəl məni yamsıla. Bax məni əy, gəl. Əy məni. Velizar kimdir ki onu əyirsən? Məni biraz ayıb çıxır. Görüm əyməyə meyillisən də. Bax Gülbala, gör nə deyirəm, eşidirsən? Allah seriozun danışıram, uşaqlar. 2300 nəfər idi. Sizdən bir şey xahiş eləyim hamınızdan bir şey xahiş eləyim. Xahiş eləyirəm bundan sonra Gülbalaya qarşı qeyri-etik kəlmədən istifadə eləməyin. Tamam. Heç kim. Siz bax
Oğlan kimi danışaq, qeyrətimizlə, vicdanımızla, namusumuzla danışaq da, erkək kimi danışaq, kişi kimi danışaq. Vinimatin adam kimi danışaq. Siz ona nə qədər dəstək olsanız, o insan bir o qədər özünü normalına aparacaq. Siz onu nə qədər söyləyəcəksiniz, o insan bir o qədər dibab atacaq, bir o qədər də başlayacaq ciz-ciz danışmağa. Onu eləməyin. Dəstək olun, yanında olun, ona kömək olun. Onu aşağı aparmayaq, eləməyək. Gör nə deyirəm? Eləməyək qaqa. Gör nə deyirəm? Söyüş Gördüm boş de. bir şeydir. Burada istənilən tanınmış bir insanın söyülmə ehtimalı, bax mənim bu suyu içməyim qədər rahatdır, bax belə. İstənilən bir tanınmış bir insanın söyülmə Axıra kimi ehtimalı, içmədin, axıra kimi içmədin, axıra kimi iç. söhbət axıra qədər içməyə getmir, bir qurtum olsa belə. İstənilən bir insanın söyülmə ehtimalı sən daxil bu suyu belə rahat içməyim qədərdir, bax belə. Burası belədir. Oğul axtaram çıxsın çöldə desin ki, Gülbala sən mənim bacıma ilişmisən, səni buna görə söyürəm. O oğlanın üzr istəməsən mən kişi olmaram. Amma o oğlu axtaram. Çıxsın çöldə desin ki, Gülbala sən mənim qeyrətimə ilişmisən, bacıma ilişmisən, səni buna görə söyürəm. Elə oğlu axtaram. Ondan çıxıb üzr istəyəcəm mən. Onu axtaram, elə oğlu axtaram. Bax elə söyən axtaram. Çöldə çıxsın desin ki, Gülbala sən mənim bacıma ilişmisən. Sən heç kimin bacısına ilişmərsən, axı sənin oğlanlardan xoşun gəlir. Mən kişiyəm. Necə? Eyni cinsə meyillisən? Hə? Necə? Deyirəm, sən qadınlara ilişmərsən, axı sənin oğlanlardan xoşun gəlir deyilənə görə. Oğlan olub bilmirsən, hə? Nə adiyyatı var? Mən deyirəm, burada səni söyməsinlər, sən mənə qarşı aqressiv danışırsan. Sən belə fikirləşəm ki, eyni cinsə meyillisən. Çəkirsən o tərəfə biraz. Bu nə yaşayış ki, qaqaş? Bu nə yoxluqdur? Heç yerə çəkmirəm. Bu nə yoxluqdur? Heç yerə çəkmirəm. Mənim danışdığım... Qız tapa bilmirsən, sən bir qız düz qoş eləyək. Mənə qız düz qoş edirsən? Mənim timsalımdakı qızların direktində açılmamış mesajlarım var. İstəyindəsən. Mənə qız düzəldirsən? Burada çox şey deyə bilərik. Mən də çox şey deyə Necə bilərəm. soxsun? Basıb bağlamaq 2/2-dir. Reallığı danışmaq. Allah haqqı sübut eləyərəm. Yəni də onu oynayırsan. Mənə bax, kişi kimi də gör nə deyirəm. Mən çətindən artıq dərəcədə bax, sizdən bir şey xahiş edirəm ki, bundan sonra Gülbalaya qarşı qeyrəti kəlmədən istifadə eləməyin. Gülbala heç kimin qeyrətinə toxunmayıb. Gülbala heç kimə qarşı söyüşsüz istifadələr eləmir. Yəni xahiş edirəm, mənim əzizlərim, canlarım, ciyərlərim, eləməyin. Yəni insanı nə qədər təhqir etsəz, insan bir o qədər dibab atacaq. İnsanı nə qədər göyə yüksəlsəz, bir o qədər də sizdən əlavə göyə çıxacaq. Çalışın göyə qaldırın. Bu da normal bir insandır. Bu da bir ananın balasıdır. Yəni bu insan, yəni təhqir olunmağa haqqı yoxdur. Sizin onu təhqir eləməyə haqqınız yoxdur. Yəni insan övladıdır da. Niyə bunu aşağı dartaq? Yuxarı qaldırmaq varkən niyə aşağı dartaq? Ayıbımız olar axı. Eləməyəyin. Yaxşı, qadalarınızı alaram sizin. Yəni mən kiməsə dəstək olmuram, kiməsə baratalıq eləmirəm. Bax yenə də bu başdan deyirəm. Sadəcə mən millətimin qayğısına qalmaq istəyirəm. Qurban olaram ey əziz millətim. Kişi sən kişi oğlusan, halaldır sən. Həqiqətən də. Bax kinayəli demirəm. Həqiqətən də. Sözümü kəsmədən. Buyur, Sözümü kəsmədən. Qurban olaram ey millətim. Ey sizin qadalarınızı alaram. Ay sizin başınıza dönərəm. Artıq dərəcədə sizdən xahişim odur ki, Gülbalaya qarşı qeyrəti kəlmədən istifadə eləməyin. Yaxşı, qeyrətinizə qurban olaram sizin. Eləməyin. Yəni çalışın, necə ki mənə dəstək olursunuz, ona da elə dəstək olun. Necə ki, burada bir dənə iki dənə gül var. Mən neynirəm axı o gülləri? Neynirəm atdığımız gülü? Ay dostlar, buyurun ehtiyacı yoxdur. Qaqaş, gəlin bizə atın da. Sağ ol belə demir. Gəlin bizə atın da, ehtiyacı yoxdur. Dostun ehtiyacım yoxdur. Ayağım təşəkkür edirəm. Çox sağ ol. Yəni də bax qəşəng dərs verdin, Allah köməyin olsun. Sən o mənə öyrətdin. Allah bizə min bərəkətin versin. Amma Allah haqqı ehtiyacım yoxdur. Allah min əvəzini versin, amma vallahi ehtiyacım yoxdur. Buram haqqı ehtiyacım yoxdur. Ay bala, Qaqaş, bir dənə sən belə bir söz deyim. Nə qaqaş, bir dənə söz deyim. Xətrivə də dəyməsin. Eşidirsən? Dənə necə? Hər hansısa bir dənə izləyici, X bir izləyici, tanımadığımız, bilmədiyimiz bir izləyici. Eşidirsən? Aha, gəlib orada sənə yazsa ki, sən kişi deyilsən. İndi onun o yazmağı ilə sən dəyişirsən. Kimsən mənə qarşı, sən kişi deyilsən yanında, mən o insana qarşı heç bir atvet qaytarmıram. Onu demirəm, atveti demirəm, onun elə yazmağı ilə sən elə olursan dediyi kimi. Heç kim mənim ailəmi təhqir eləmədiyi müddətcə heç bir... Sən ailəvi təhqir edən öz ailəsini təhqir edir, ona qarışmıram. Sən özünə kimsə şəxsivə yazılır, sən kişi deyilsən. Sən onu yazmağı... Gülbalaya 4 dənə gül atın. Gülbalaya 4 dənə gül atın. Ehtiyacı yoxdur. Gör nə deyirəm. Kimsə orada sənə chatdə yazsa ki, sən kişi deyilsən. Sən onunla qız olursan. Bir dənə səbirli ol.
72 sözün mənə qarşı istifadə edirsiniz. Bir adam mənə yazırdılar. Mənəm 72. Mənə deyirsiniz onu. Mənə deyirsiniz onu. İso Braziliya. Mən heç kimə qarşı 72 eləmirəm. Amma ki, mən millətimin tərəfini tuturam ki, bir-birinizi aşağıda atmayasınız. Külsüzün başınıza. Mənə qarşı onu deyirsə, mən millətimin insanının alçalmağını istəmirəm. Düz deyirsən. Mən millətimin insanının alçalmağını istəmirəm. Ayıbınız olsun Allah sizin. Onu sözlərlə yazırsınız. Nə bilim Allah, sözüm yoxdur. Qaqa, sualıma cavab vermə, deyirsən mənə. Bir dənə də sual yadımdan çıxdı. Deyirəm ki, hər hansısa bir izləyici, oha Əhdi parfum gəldi. Xoş gəldiniz Əhdi bəy. Xoş gəldiniz. Necəsiz? Salamlar. Şeydir, deyirəm ki, hər hansısa bir izləyici orada sən yazsa ki, sən kişi deyilsən. Onu yazmağı ilə sən kişi olursan yoxsa olmursan? Yəni dəyişirsən onu. O yazmanı mən heç bir adiyyət olmuram. O nə qədər istəyir yazsın. Bəs mən də özümü cırıram ki, orada kimsə mənə nəsə yazmağına mən o olmuram. Bu niyə başa düşmürlər? Sonra. Ha belə. O Əhdəmi gəlib, Əhdəmi. Xoş gəlib. Əmin ədir, sənin 2-3 yaş böyük. Əmin ədir. Bunların əmsidir. İndi balaca uşaqlar var. Onlar deyirlər. Onlar dilindən deyirəm. Mən niyə balaca uşaqların adından danışırsan, öz adından danışırsan. Əddi izləyicilərimdir də, nağarım, onlar canım gözümdürlər. Neyniyim? Canın gözündülər, niyə balaca uşaqlar deyirsən, izləyicilərim demirsən? Balacaya balaca deyədi, gətirib nə deyək başa qalır? Balacadır da. Qaqaş, sən yaman səhv tutursan, məndə belə tutmağa çox şey var. Yəni, sən səhv tutma məndə sadəcə. Mən səhv tutmuram, sən səhv buraxırsan. Keçən dəfə deyirsən ki, köynəyini niyə çıxarmısan? Nə olsun, çimərlikdə də köynək çıxardır o da. Kim gəlib nəsə deyə bilər ki, ona görə? Köynəyi niyə qatırsan buna? Yaxşı edirəm, sən səhvi tuturam. Məndə necə səhv tuta bilər? Sən 72 deyirlər, sən cırnadıram ki, biraz mənə qarşı qayıdasan. 72 deməsinlər. Necə yəni sənə qarşı qayıdır? Sənə kömək olam. Mən niyə kömək olursan? Mən sənə kömək oluram ki, səni söyməsin. Hə, sən 72 deyirlər. Bir də sən... Ayə deyil, adım Rəvandır. Ayə deyə xitab eləmə. İki. Ayə deyiləndə sən o gülüms olur, nə olur yəni? Nə olur ki yəni? Nə olub, at ikiyə də belə ilişib qalma birdən, at ikiyə. Pasos ver. Gəl. İşte sən məcid. Hara gəl, konuma. Konuma gəlirsən? Deyirsən gəl də ki, konuma gəl. Deyirsən gəlməyə meyillisən ha biraz. Mən ora gəlsəm səndən burada danışdığım kimi danışmayacam axı mənim ürəyim. Mən durub gəlsəm yaxşı çıxmayacaq. Sən gələ bilərsən. Harada qalsan belə? Bax, mən istidim, mən köynəyimi çıxardıram. Mən pis baxarsan. Təəssüflər. Sən danışdın, ürəyim sıxıldı. Ay gedə, ay! Danışdın, ürəyim sıxıldı. Köynəyi bici. Sən öl, danışdın, ürəyim sıxıldı. Niyə yapma? Sənə yaxşılıq yoxdur, hə? Sən öl deyəm, ürəyim Yaxşılıq sıxıldı. qanmırsan? Ay, sən 72 deyirlər, nağarım. Yaxşılıq qanmırsan? Nəş qanmıram ki? Adam balası kimi dedin ki, səni söyməsinlər, söymürlər. Nəyə görə də, bax, nəyə görə bu köynəyi biçsin? Niyə hörmətsiz deyilirsən? Su gedirəm, qardaş, tər su gedirəm, nağarım. İsti ürəyim Hər su sıxıldı. gedirsən, ged evində otur, navəsinin altında niyə oturmuşsan? Evimdə oturmuşam, harada oturmuşam ki? Hər su gedirəm. Nə məcburisən? Yayını bağlı elə uzandı. Allah, nə məcburdur yayında belə oturmaq? Sən mən belə oturmaqsa, priçon belə oturmaq. Yəni, sən kimsən mən irad tutursa? Mən yaxşı eləyirəm, belə tuturam. Ayıbdır, cavabının anası bacısı var. Allah, mən necə... Buna bax bir dənə, bax. Və bax, cəmaatın anası bacısı var. Gör nə deyirəm, qulaq az. Qulaq az. Dənizdə də cəmaatın anası bacısı var. Kurtka ilə gəlib çimirsən dənizdə. Kurtka ilə, qalın şalvarla, içi yun şalvarla. Gəlib çimirsən dənizdə. 2 dənə gül. Dənizə getmirsən? Yox. Futbola baxırsan? Yox. Sonra deyən bir şey, deməli, futbola baxmırsan, dənizə getmirsən, taksi sifariş verən arxada oturursan, yoxsa qabaqda? Qabaqda. Hə, buradan qurtuldun, eyb yox. Heç olmaz.
Mənlə mırtaşır da gör. Qardaş, mən idmançıyam. Belə bir sıxmasın. Burada idmançı oğlanlar ki var, köynəyini çıxarıb idman edirlər də, hələ şalvarla, tursiklə, şeylə də, tumanla belə deyək. Allah yaxşı da, tərbiyəsizlik eləmə da la. Allah tərbiyəsiz niyə olur ki? Söhbət edirik də. Köynəvi çıxarmısan sakit deyarıq da, ağzıva gələndə danışma da la. Yox da qardaş, idmançılar var ki, bədən nümayiş etdirirlər, yığırlar bədən belə. Ay idmançılar da burada onda, mən idmançıya da sözümü deyim ki, yəni bizə paltar giyin, ayıbdır. Sən Biz idmancı bizdə yoxdur. Var da la köynəyin altındadır. Nə lazımdır açıb nümayiş elətdirəm? Mən istidən açmışam. İstidir, ürəyim sıxılır. Sən əgər bugün hər hansısa bir idmançıya gedib əynivi geyin deyə bilmirsənsə, mənim kimi əfəl birinə deməməlisən. Deyirəm. Sən o deyə bilməzsən. Bunun haqqı deyirəm. Bu nədir? Mənim başıma atdılar. Təkib vururlar başına. Mənə bax, sən dəstək istəməyən oğlansan. Hadi. Göndər izləyiciləri bura. 600 nəfər var məndə. Qoy 1000 nəfər olsun. Görüm. İzləyicilərimi göndərdim bala. Deyirəm, əymək istəsən çox şey var əyləsi. Sən əylə danışma. Əylə danışma. Lazım olan şəxslərin mənliyini dəyirəm. Moderator, öpürəm sizi, kişi adamsınız. And olsun Allah'a. O cürlə moderatorların kişi adamı. Mesela heyif ki, sən kişi adam olan məmsən. Necə deyirsən, ha? Dəmirov. Atma da onu, bəlkə bir də anam bacın gələr, görər elər. Atmayın da onu. Niyə valideyn söylüyorsun? Niyə ana bacı? Niyə deyirəm? Çünki canlıya onun anası bacısı gələ bilər. Orada tərbiyəsiz bir şey qoyur. Canlıya onun anası bacısı gəlsən, cəmaatın evin qeyrətini çəksən, çəynibə birinci köynək giyinməlisən ki, cəmaatın anası bacısı gəlib səni ədəbli şəkildə görsün. Cəmaatın evin qeyrətini çəkmirəm. Birincisi, hər kəsən özü evin qeyrətini çəkmir. Cəmaatın evin qeyrətini çəkmirsən, onda irad bildirmə. İrad bilsən niyə bildirirəm? Saat doğma olan bir kəs gəlib onun orada qoyduğu tərbiyəsiz söyüşü görə bilər. Xoşuma gəlir. Mənə doğma olan bir kəs gəlib sən burada köynəksiz görə bilirsə, onun orada söyüşünü görmək heç bir problem deyil. Dənizdə köynəksiz görmürsən kişiləri. Mən dənizə getmirəm. Sən getmirsən, mən gedirəm. Sən kişiləri görməyə ora gedə bilərsən, amma mən getmirəm dənizə. Getsən görəsən, getməmsən görməmsən də. Getsəm görərsən, yox, mən ümumiyyətlə ora getmirəm. Mən nə qayır, mənim problemim. Ailəmi də ora aparmıram ki, görmədim. Amma sənlə burada yəni girmişəm, sən axmaqlıq edirsən, yaxa vaxt qoyursan, nəyə görə? Sən getmirsən, başqası gedir də. Fərqi nədir ki? Bala, baba, bir dənə, baba, əzələ yoxdur da, düzdür səndə. Nə dəxli var ki? Yoxdur da, düzdür, nəyi nümayiş elətdirirsən? Heç nə. İstiris ürəyim sıxılır. Bax, görürsən? Sümüksən, iskeletsən, nə göstərsən? Nümayiş, nəyəm? İskelet. Nə dəxli var ki, hə? Belə eləmsən, bu nədir, bundan məndə var, gələ, çıxdı. Bax. Gələ. Boş şeydir. Mən nümayiş olunatdırası şeylər məndə var, səndə yoxdur. Bir dəyəsən bir sümük. Mən heç səni nümayiş etdirmirəm, bu bir. Mən istidi ürəyim sıxılınca çörəyimi çıxartmışam. Bildim də, yəni niyə belə deyirsən də, niyə ədəb ərkan yaxşı şeydir? Ədəbsiz bir söz eşitdin məndən? Ədəbsiz hərəkətlər görəndə səndən qarnın lırt verib. Qarnın 3 dənə, 4 dənə qat verib elə oturmuşsan. Nə dəxli var? Nəyi reklam eləyirsən? Nəsə reklam eləyən oldu. Sən reklam eləyən belə göstərirsən. Mən reklam eləmirəm, amma mən deyirəm ki, səndə olmayandan məndə var. Mən eləyə bilərəm, amma eləmirəm. Burada da çoxunda olmayandan məndə var. O söyüş səndən çoxunda yoxdur. Necə çoxunda olmayandan nə var səndə? Nəyin var? Burada çoxunda, söyüş səndən çoxunda qeyrət yoxdur, məndə var. Hə. Səndə necə qeyrət var ki, sən kat qoyub dilənirdin? Necə qeyrət var ki, köynəksiz deyə oturmusan burada? Səndə necə qeyrət var ki, hədiyyə dilənirsən? Niyə hədiyyə bağlamırsan? Mən necə hədiyyə diləndim, bax, qeyrətimizlə danışın. Hədiyyə istədim sizdən, bir dənə gül belə olsa sizdən istədim. Sizdən bir dənə gül istəmişəm mən. İstəmirsən onu atırlar. İstəmişəm mən. İstəmirsən atırlar. Onlar atırlar, onların atdıqlarını da bax, ümumi mən balansıma oturan dollar 1.8 dollardır. Qulaq as. 1.8. Qulaq as, cayıb. Sonra kimi də onu bir dənə çevirəcəm taca. Ehtiyacı olan bir insana bir dənə tat atacam. Mənim hədiyyə ehtiyacım yoxdur. Qulaq as, güvənlik eləmə.
Mən kiməsə yalvarmışam, məcəsin əsassın. Qardaş, ürəkləri istiv atıblar. Və paxıllığın adı nədir ki? Sən yalvarmısan. Baboşlara, velizarlara yalvara yığırlar hamısı. Velizar yalvarır ki millətə, qulaq as. Deyir, mənə sıralamada birinci yerə sal. Velizar yalvarır cəmaata. Demə bir sən. Nağayla, nə, dilənçi, kasıb dilənçi olur. Cinsin dəyişən dilənçi olmur. Kişi olur cinsin dəyişən. Eşitirsən məni. Hə? Eşitirsən məni. Məni eşitirsən. Bək danış, eşitmirəm. Mikrofon mudur belə bir? Eşitirsən məni. Əvvələ şüvənli ilə, normal danış, tonunda da. Vəlizar. Əvvəla. Vəlizar. Vəlizarın rabını dura bilməzsin, hə sən? Sən Mən Vəlizar Vəlizarın rabını... rabını durmam, amma Vəlizar səndən yaxşı oğlandır. Vəlizarı oğlan görə mənə görə oğlan deyil. Sən necə oğlan görürsən ki? Mən Vəlizarın oğlanlığını, Vəlizar cinsini dəyişmiş insan belə Vəlizar olsa, olsun sənin Vəlizarda bir olan qardaşın. qeyrətin bir hissəsi belə səndə yoxdur. Vəlizar olsun sənin bir qardaşın, razısan? Tək ki Vəlizar olsun qardaşım sən olmağındansa. Heç sən, get boynunun dalında məşğul ol. Oynuvun dalın onda məşğul ol cümləsi yoxdur bu bir.